San Fransiskonun mərkəzində bura hər hansı bir taksi xidmətinə bənzəsə də, amma bir fərq var. Sürücü yoxdur. Gələcək gəlir və yaxında hamımız robotlarla birlikdə olacaq və uçan maşınlarla hərəkət edəcəyik. Bir vaxtlar kollec tələbələrinin bir layihəsi olaraq başlayan bu ideya indi Nevada şəhərinin bələdiyyə başçılarını düşündürür. Bu layihə uğurla həyata keçə biləcəkmi? Gəlin yaxın gələcəkdə hər kəs üçün mövcud olan 8 ixtira haqqında ətraflı tanış olaq. 1. Suda üzən fermer təsərrüfatları. Suda üzən fermer təsərrüfatları qida təhlükəsizliyi və iqlim dəyişikliyinin təsirinə qarşı həll yolu kimi görülür. Bu təsərrüfatlar torpaq çatışmazlığı və daşqın riskli olan bölgələrdə kənd təsərrüfatını davam etdirməyə imkan yaradır. Hollandiyanın Rotterdam şəhərindəki Floating Farm adlı 3 mərtəbəli üzən süd ferması yerli icmallar üçün təzə süd və pendir istehsal edir. Lakin otlaq sahəsi olmayan inəklər üçün bu həyat tərzi nə qədər uyğundur? Bu fikirlər tamamilə yeni deyil. Bangladeşdə fermerlər əsrlərdir musson mövsümündə suda üzən təsərrüfatlardan istifadə edib. Onlar təbii materiallardan qayığa bənzər platformalar quraraq üzərində tərəvəz və digər bitkilər yetişdiriblər. Bəzən texnoloji yeniliklər əvəzinə ənənəvi metodlara baxmaq kifayətdir. Həll yolu hər zaman göz önündə ola bilər. 2. 3D çap edilmiş qida. 3D çap edilmiş qida hələlik gözlənilən qədər təsirli deyil. Çünki hər hansı bir qida çap olunmaq üçün yapışqan pastaya bənzər maddədən istifadə olunmalıdır. Bu isə texnologiyanın imkanlarını məhdudlaşdırır. Əgər mürəkkəb və həndəsi formalı qida hazırlamaq istəyirsinizsə, 3D çap bunu əllə hazırlamaqdan daha dəqiq və səmərəli edə bilir. Amma hazırda bu texnologiya daha çox yenilikçi restoranların əyləncəli mətbəxlərində istifadə olunur. Bunun gələcəkdə əsl inqilaba çevrilib-çevrilməyəcəyi isə zamanın göstərəcəyi bir hadisədir. 3. Özü idarə edilən avtomobillər. 1950-ci ilin optimist Amerikasında insanların böyük xəyallarından biri də sürücüsüz avtomobillər idi. Hər nə qədər avtomobil sürmək bəzi insanlar üçün əyləncəli olsa da, bəzilər üçün bu çox yorucu bir iş kimi görünür. Bəlkə də çoxlarının xəyalı idi. Amma sürücüsüz avtomobillər gözlənildiyi kimi möcüzəvi və həyat dəyişdirici texnologiya olmadı. Tesla modelinin S avtopilot rejimi ilə gələcək artıq gəlmiş kimi görünsə də, hələ də tam özünü doğrultmayıb. Tamamilə öz-özünə idarə olunan avtomobil yaratmaq çox çətin bir işdir və süni zəka hələ buna uyğun deyil. Test şəraitində öz-özünə hərəkət edə bilən avtomobil mümkün olsa da, realda digər nəqliyyat vasitələri ilə qarşılaşdıqda bu ciddi problemlərlə üzləşir. Süni intellekt insan kimi düşünə bilməz və sürücülərdə olan bədii və instinktiv hərəkətləri tətbiq etmək mümkün deyil. 4. Robotik egzoskeletlər. Egzoskeletlər geyilən bir robot kimidir və bədənin qabiliyyətini artırmaq və kömək etmək üçün çalışır. Bu kostyumlar sizi super qəhrəman etməyəcək, amma biraz da Iron Man havası yarada bilər. Egzoskeletlər müxtəlif materiallardan olur. Karbon liflərdən, metaldan, yumşaq parça və elastik hissələrə qədər. Robotik egzoskeletlər insan performansını artırmaq üçün nəzərdə tutulub və birini geymək bir insana adi gücündən daha çox yüksək güc və dözümlülük verə bilir. Bu texnologiyanın potensialı yeni-yeni reallaşır və insanların bədəni ilə bağlı yeni imkanlar açır. 5. Yüksək texnoloji kontakt linzalar. Mojovision adlı şirkət tərəfindən yaradılan bu ağıllı kontakt linzalar artırılmış reallıq texnologiyası ilə gözə birbaşa tətbiq edilir. Bəzi linzalar kimi bu linzaların ilkin məqsədi qismən görünmə qabiliyyəti zəif olan insanları, yol nişanları və ətraf mühiti daha aydın görməyə imkan yaratmaqdır. Gələcəkdə bu texnologiyanı daha inkişaf etdirərək Terminator üslubunda görmə funksiyasına çevrilə bilər. Yüksək texnologiya sayəsində bu linzalar göz izləmə və rabitə funksiyasını da təmin edəcək, gündəlik həyatımızı daha asan və rahat hala gətirəcək. 6. Görünməzlik paltarı. 2002-ci ildə çıxan James Bond filmində bu texnologiyadan istifadə olunmuşdu və bu tarixdəki ən axmaq James Bond filmi kimi adlandırılmışdı. James Bond filmində istifadə edilən görünməz avtomobil Aston Martin tarixdə gülünc və ciddiyə alınmayan bir iş kimi yaddaşlarda qalmışdı. Amma bütün lağlağalara baxmayaraq görünməz avtomobil texnologiyasının həqiqətən də inkişaf etdiyi məlum oldu. 2012-ci ildə bir qrup mühəndis Mercedes avtomobilini yuxarı çıxarmağa nail olmuşdu. Təbii ki, tam görünməz olmasa da müəyyən mənada görünməz hesab edilə bilərdi. Təkərlər hələ də açıq-aşkar görünürdü. Bu isə bir uşağın gizləndiyi düşüncəsinə bənzəyirdi. Yəni özü sizi görmədiyi üçün siz də onu görünməz hesab edirsiniz. Amma ayaqları pərdənin altından çıxırdı. Bu görünməz avtomobil ideyası belə bir prinsipə əsaslanırdı. Bir obyekti görünməz etmək üçün yalnız arxasında olan mərkəzi görünməz etmək lazımdır. Amma o təkərlər, onlar hələ də hər şeyi pozurdu və avtomobilin görünməz olma fikrini aradan qaldırırdı. 7. Blockchain. Blockchain texnologiyası maliyyə dünyasının mürəkkəb bir anlayışdır. Dağıdılmış qeydiyyat əməliyyatları elektron şəkildə
mərkəzləşdirmədən və sinxronlaşdırmaq üçün bir üsuldur. Bu sistem məlumatları daha təhlükəsiz şəkildə qeyd etməyə imkan verir. Çünki mərkəzləşdirilmiş kompüterlərə ehtiyac yoxdur və müstəqil kompüterlərdə istifadə olunur. Blokçeyn dağılmış qeydiyyatın bir növüdür və dəyər transferini mərkəzləşdirilmiş koordinasiyaya ehtiyac olmadan həyata keçirir. Bu dəyər pul və mülkiyyət qeydləri kimi müxtəlif məlumatları əhatə edə bilər. Bu texnologiya məqsədi bankçılıq və digər sahələrdə daha etibarlı və səmərəli sistemlər yaratmaqdır. Amma zamanla onun necə inkişaf edəcəyini görəcəyik. 8. Səs dalğaları ilə meşə yanğınlarında mübarizə. Səs dalğaları adətən hava vasitəsilə hərəkət edilən mexaniki vibrasiyadır və bunlar yanğınla mübarizədə istifadə edilərək alovun ətrafdakı havanı narahat edərək yanmaq üçün lazım olan oksigen yanacaq arasındakı əlaqəni kəsir. Bu ayrılmış alovu söndürə bilir ki, bu çox maraqlı və bir o qədər də qəribədir. Amma bu texnologiyanı böyük miqyasda tətbiq etmək çətindir. Kiçik prototip cihazlar hazırlanıb, amma hələ ki bu cihazlar geniş miqyaslı meşə yanğınlarını idarə etmək üçün uyğun deyil. Texnologiya işləyir və gələcəkdə daha böyük miqyasda istifadə məqsədi ilə araşdırmağa davam edir. Bugünlük texnologiyaya dair məlumatlar bu qədər. Şərh bölməsində fikrinizi yazmağı unutmayın. Ekranda göstərilən digər maraqlı şeylərə baxın və növbəti dəfə görüşənədək.